Buzdağı MMC adlı su istehsalı şirkətinin fəaliyyətində gigiyenik qaydalara əməl olunmaması və istehlakçılara keyfiyyətsiz su satılması barədə yeni qalmaqallı məlumatlar yayılıb. Redaksiyamıza müraciət edən vətəndaşın təqdim etdiyi video oktyabr ayında qeydə alınıb və görüntülərdə şirkətin şirkli, antisanitar şəraitdə su doldurduğu açıq şəkildə görünür. Filtrasiya prosesinə əməl olunmadığı iddia edilən müəssisədə su bidonlara plastik şlanq vasitəsilə doldurulur. Mütəxəssislərin fikrincə, bu cür filtr olunmamış su insan sağlamlığı üçün təhlükəlidir və mədə-bağırsaq, böyrək, həmçinin bakterial xəstəliklərin yaranmasına səbəb ola bilər. Etibarlı mənbədən aldığımız məlumata görə, şirkətin filtr aparatları artıq 4 aydan çoxdur ki, işləmir. Bu müddət ərzində isə fürsətdən istifadə edən Buzdağı MMC vətəndaşlara sadəcə kran suyunu içməli su adı ilə satmaqda davam edib. Daha da narahat edici məqam isə ondan ibarətdir ki, su ana boru xəttindən qanunsuz şəkildə əldə olunur. Bu təkcə istehlakçı hüquqlarının kobud şəkildə pozulması deyil, həm də dövlətə məxsus su ehtiyatlarının qanunsuz mənimsənilməsi anlamına gəlir. İddialara əsasən, həmin antisanitar depodan yalnız Buzdağı MMC deyil, həm də digər markalar, Damacan, Dağ suyu, Sərin bulaq su, Mono su, Dağ sarayı, Tamlı su, Can su, Qarabulaq su, Zərif su, Ağ su, Mutlu su, Aquaport, Buzlaq su, Qeysəri, Saf su və Bəy bulağı kimi şirkətlərin də məhsullarının doldurulduğu ehtimal olunur. Bu markalardan bəziləri ölkənin iri supermarket şəbəkələrində açıq şəkildə satışdadır. Əgər bu faktlar təsdiqini taparsa, deməli mağaza rəflərinə çıxan içməli su əslində kran suyundan başqa bir şey deyil. Məlumatlara görə Buzdağı MMC daha əvvəl də gigiyenik tələbləri pozduğuna görə cərimə olunub. Lakin görünür ki, sahibkar bu cəzadan nəticə çıxarmayıb və vətəndaşların sağlamlığını yenidən təhlükəyə atmaqda davam edir. Araşdırmalarımız nəticəsində məlum olub ki, Buzdağı markası Türkiyədə məşhur iş adamı Mahmud Kösəmusula məxsus su istehsalı fabrikinin adıdır. Bu adın Azərbaycanda patentinin olub-olmaması isə hələ də sual altındadır. Görünür ki, Azərbaycanlı sahibkar başqasına məxsus şirkət adından istifadə edərək öz vətəndaşlarına bakteriyalı su içirməyi özünə rəva bilir. Əgər bu iddialar təsdiqlənərsə, bu təkcə məsuliyyətsizlik deyil, xalqın suyundan mənfəət qazanan, saxtakarlıqla örtbasdır edilən təhlükəli biznes modelidir. Milli Sfera Az xəbər portalı olaraq məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini, Ayzərsu Açıq Səhmdar Cəmiyyətinin, İqtisadiyyat Nazirliyi yanında Anti-İnsar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini və digər aidiyyatı dövlət qurumlarını bu biabırçılığı təcili araşdırmağa və vətəndaşların sağlamlığını ciddiyə almağa çağırırıq. Fatimə Əliyeva, Emil Müzəffərli, Milli Sfera Az.